illərdir moizə eləyir, illərdir danışır, qabağa getmir, bir şey eləyə bilmir. O bir alim var idi, alim dedi, sadə bir ruhani idi, kəndin bir ruhanisi idi. Bütün kənd əhli bunu sevirdi, məhəbbət bəsləyirdi. Gəldilər, biri gəldi, bu da ruhanidir də, yəni oxuyub, eləyib, haradasa mənbər eləyir. Gəldi, gör ki, bütün kənd əhli bundan danışır, bunun səs sorağı digər qonşu kəndə də gedib çıxır. Gəldi buna salamlaşdı, salam aleyküm qardaş, mən özüm də ruhaniyəm, sənin səs sorağın digər qonşu kənddə də yaranır. Mənə bir şey maraqlıdır, sən mütaliə elədiyin kitablar görmüyorsun, sən nələr oxuyursan, belə söhbətlərin də cəmaat söhbət və qərib olub da, söhbətin cəmaata ləzzət edir. Yəni, girək sənin kitabxanana, baxaq görə sənin kitabxananda nə var, kitabxanada. Deyirəm, üçüncə girək. Asıl kitabxanasını görür 4-5 dənə kitab. 4-5 dənə kitab, elə çox kitab yoxdur. Biz yalandan yığmışıq da geyindir. 4-5 dənə kitabı yığıb kitabxanasına. Deyir, elə bunları oxusun, deyir, elə hər gün, hər dəfə yəni oxuyuram, bitirirəm, təzəyin də oxuyuram, bitirirəm. Deyir, bəs niyə belə bu qədər səs soyalım? Deyir, deyir, mən oxuyuram, çıxıb danışıram, mən danışırım, mən heç nə güdmürəm. Nə pul güdürəm, nə şan şöhrət güdürəm, heç nə. Və oxuduqlarına da sadə olaraq əməl edirəm, və sıra bu qədər. Mən çıxıb danışanda da Allah sanki mənə ilham edir, nəsə bir dənə yeni bir söz deyirəm. Hədisdə var axı. Öyrənin, çalışın, əməl eləyin, öyrəndiyinizə əməl eləyin, bilmədiyinizi mən sizə öyrədəcəm. İnsan gələ bildiyini əməl edəsin. O əməllə, təqva ilə